Elə filmlər var ki, bir dəfə izlədinsə, heç vaxt unutmursan. Ən qaranlıq yerdə belə ümidini itirməyən insanın hekayəsi. Endi adlı bankir günahsız olsa da ömürlük həbsə göndərilir. Maine ştatı tərəfindən mənə verilmiş səlahiyyətlə sizi bir-birinin ardınca 2 dəfə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum eləyirəm. Həbsxanada indi biri-birindən maraqlı hadisələrə qarışır. İlk günlərdə döyülür, amma zamanla güclü duruşu ilə hörmət qazanır. Polislərə kömək edir. Mr. Hadley, siz arvadınıza inanırsınız. Əssalam. Çəkil Murphy, indi bədbəxt hadisə baş verəcək. Onu damdan itələyəcək. Məni itələsəz 35 mini saxlamağın yolunu heç zaman bilməyəcəksiniz. Əgər bütün pulları saxlamaq istəyirsinizsə, onları arvadınıza verin. Bu andan etibarən dostluqlar qurur və hətta həbsxananın kitabxanasını yenidən yaradır. Hər kəs deyir ki, buradan qaçmaq mümkün deyil. Qulaq as gör sənin nə deyəcəm dostum. Ümid çox təhlükəli şeydir. Bura ümid yeri deyil. Amma o heç vaxt təslim olmaq istəmir. Beləcə illər keçir. Hər kəsin gözündə indi artıq talihsiz cəzasını qəbullanıb. Endi bugün camaşırxanaya gəlib məndən kəndir istədi. Kəndir? Sən də verdin? Əlbəttə, niyə də verməyəydim? Bir gecə isə hər şey dəyişir. Biri çatmır. İkinci mərtəbə 245-ci kamera. Dufresne, çıx, bizi yubatma. Lənətə gələsən. Dufresne, məni məcbur eləyirsən. Ya ölsəydin, ya da xəstələnsəydin, bundan yaxşı olardı sənin üçün. İlahi, aman Allah. Maraqlıdır. Görəsən kamera arxasında Endinin talehi necə nəticələnir? Bu sualların cavabını filmi izləmədən tapmaq çox çətindir. Bu filmin adı Shawshank həbsxanasından qaçış filmidir. Videonu dostlarınızla paylaşmağı və kanala abunə olmağı unutmayın.